Bu prinsip cəhətdən Rusiya bu birinci dəfə deyil bu məsələni qoyur və müraciət edir. Ancaq burada diplomatiya yox, məhz hüquqi tərəfindən bu məsələ qiymətləndirilir və Azərbaycan dövləti düşünürəm ki, hüquqi əsaslarla lazım olan sənədləri və sübutları ortaya qoymaqla prinsip cəhətdən onların saxlanmasını Azərbaycanda müəyyən bir şəkildə əsaslandıracaq. O ki qaldı, hardasa bəlkə Rusiyaya təsir verib verməməsi bu prinsip cəhətdən olur dövlətlər arasında. Azərbaycanın da hansıdırsa bununla bağlı şərtləri və yaxud müraciətləri ola bilər və qarşılıqlı anlayış əsasında bu məsələnin həllini istisna etmirəm. Şair müəllim, bəs bu Azərbaycanla Rusiya arasındakı diplomatik münasibətlərə necə təsir göstərəcək sizcə Qaluzinin bu formada açıqlama verməsi? Çünki Ukrayna anında bir üzrxahlıq etmişdi, hətta Zelenski zəng vurmuşdu. Bu onun ölkəsi ərazisində baş vermişdi, amma vuran Rusiya tərəfi idi. Rusiya isə indi üzrxahlıq bildirmir, əksinə təəssüfləndiyini bildirir. Yəni bu diplomatik münasibətlər necə təsir göstərəcək? Mən düşünürəm ki, Azərbaycanın yetərli qədər profesional diplomatiya korpusu var və Azərbaycan prinsip cəhətdən indiyə kimi atdığı addımların nəticəsini biz görürük. Rusiya ilə də münasibətləri biz görürük. Hər halda mənə elə gəlir ki, biz bu təsirlər haqqında və nəticələr haqqında indi bu saat burada deyə bilmərik. Bizim məlumatımız da o qədər yoxdur və sadəcə bu media məlumatlarıdır. Ona görə də mənə elə gəlir ki, Azərbaycanın Xarici İşlər Naziri yetərli qədər profesional komandası var və bu məsələləri Azərbaycanın maraqları çərçivəsində həlli və Azərbaycanla Rusiya strateji müttəfiqlik sənədin çərçivəsi əsasında həll etməsini yəni düşünürəm ki, bu istiqamətdə olacaqdır. Aydındır. Şair müəllim, gəlin bir qədər də müzakirə istiqamətimizi dəyişək. Rusiya-Ukrayna ilə bağlı da hazırda çox maraqlı açıqlamalar gəlməkdədir. Xüsusilə də Trumpın bir planı var idi. 28 bəndlik bir plandır bu. Amma çox absurd plandır. Kapitulyasiyaya bərabər bir plandır. Hətta indi Ukrayna prezidenti buna məcbur edilir və vaxt da qoyur Trump. Deyir ki, 27 noyabra qədər razılıq verməlidir Ukrayna tərəfi. Niyə razılıq verməlidir? Razılıq verməsə nə baş verəcək? Bilirsiniz, burada heç nə təəccüblü yoxdur. Təəccüblü yoxdur ona görə ki, Alyaskanın görüşü hələ indiyə kimi indi bəzi məqamlar açıqlanır. Və mən düşünürəm ki, Alyaskanın görüşü Ukraynanın məsələsi Trumpla Putin arasında razılaşdırılıb. Sadəcə o məlumatı o vaxtı müəyyən bir şəkildə Trump qoydu. Burada müəyyən bir, belə deyək, Avropadan müəyyən bir əks təzyiqlər oldu. Ətrafında çox danışıqlar oldu. Trump da sustu, müəyyən bir şəkildə çəkildi qırağa. Çəkilməklə qırağa Ukraynaya yardımlar azalıb və Rusiya Ukraynada işğal imkanlarını genişləndirə bildi və sürətlə genişləndi. Əgər əvvəl həftədə 1-2 yaşayış məntəqəsidirsə, indi gündə bir yaşayış məntəqəsi Rusiya tərəfindən işğal olunur və getdikcə bu daha da genişlənir. İndi bu saat Trump'ın bu kapitulyasiya aktına belə deyək, yaxın bir təkliflərin və yaxud şərtlərin qoyması burada təəccüblü heç nə yoxdur. Çünki Trump, Putin bundan məsələdə ortaq məxrəcə gəliblər. İndi sadəcə Trump bunu həyata keçirir və indi də bu saat ola bilsin ki, razı olmasalar Trump çəkiləcək qırağa, bəlkə də sabah peyklərin, belə deyək, peykdən verilən kəşfiyyat məlumatları da məhdudlaşdıra biləcək və mənə də elə gəlir ki, Ukraynaya təzyiqlər bununla bağlı olacaq və biz bunu görəcəyik. Və Rusiyanın Trumpla Alyaskada danışıqların nəticələri Ukraynada prinsip cəhətdən kapitulyasiya aktını qəbul və yaxın aktını qəbul etməyə məcbur etmə indi bu saat belə deyək, əməliyyatı gedir, belə demək olarsa.